Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdü ve thana lillah rabbil alemin. Vel akibetu li ehlit takva vel yakin. Ve salatu ve selamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimussalam. Ve la'natu daim ala a'daihim ecmain. Minəl-ən ilə yevmiddin. Artıq Ramazan ayının 16-cı günündəyik. Bu günün də özünə məxsus duası var. Allahümme vəffiqni fihi li muvafaqatil əbrar. İlahi, bu gün yaxşı bəndələrdən olmağı mənə müvəffəq et. Və cənnibni fihi mi murafaqatil əşrar. İlahi, şər adamlardan məni uzaqlaşdır. Və əvini fihi bi rahmetikə ya ilə daril qərar. Bu gün məni öz rəhmətinlə cənnət evində qərar ver. Və ilahiyyətikə ya iləhəl aləmin. Səni and verirəm Allahlığına, ey aləmlərin ilahı. Bugünün duasında da iki mühüm məsələ, iki əhəmiyyətli məsələ diqqəti cəlb edir. Onlardan biri insanın yaxşı bəndələrin cərgəsində olması, İkinci, insanın şər adamlardan uzaqlaşması. Yəni, insan bir tərəfdən Allahdan istəyir, yaxşı insanların cərgəsində olsun, digər tərəfdən istəyir, insan şər adamlardan uzaqlaşsın. Bu iki tərəf, yəni yaxşı insanların cərgəsində olmaqlıq və şər adamlardan uzaq olmaqlıq iki tərəfli bir məsələdir. Məsələn, ipin bir ucunda biri dayanır, digər ucunda o birisi dayanır. Həm yaxşı insanların cərgəsində olmaq, həm pis insanlardan uzaq olmaq. Əgər bir insan istəyir ki, birinci tərəfə geçsin, mütləqdir ki, o biri tərəfdən uzaqlaşsın. Yəni, ikisinin bir yerdə cəm olması, yəni bu hədəf deyil. Yəni, insanın paklığına, insanın mənəviyyatına, insanın əməlinin, əxlaqının formalaşmasına, kamilləşməsində ikisini bir yerdə cəm eləsən, bu mümkün deyil. Yəni, çünki insanın oturub durduğu, həm söhbət olduğu, yol yoldaşı olduğu insanlar insanın əməlinə mənfi də təsir edə bilər, müsbət də təsir edə bilər. Yəni, imanın kamilləşməsində, mənəviyyatın saflığında, mənəviyyatın gözəlləşməsində, əxlaqın formalaşmasında, tərbiyənin kamilləşməsində ətraf mühitin çox rolu var. Ona görə biz deyirik ki, ilahi bizi şər insanlardan uzaqlaşdır. Əgər həqiqətən də insan o şərdən uzaqlaşdıqca o yaxşıya tərəf daha çox gedir. Allah Resulü şər, yəni ümumi bir mənadır. Belə deyək, yəni bütün nə qədər pis əməllər var, haram əməllər var, günah əməllər var, onlar üçün bir dənə şər sözü açar. Məsəl üçün, qeybət etmək nədir? Şər əməldir. Böhtan atmaq nədir? Şər əməldir. Yalan danışmaq nədir? Şər əməldir. Şərab içmək, zina etmək, bunlar nədir? Şər əməldir. Yəni, bütün haram əməllər, günah əməllər üçün bir dənə şər sözü nədir? Açar. Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurur, Şərrun nas indallahi yevməl qiyaməti. Qiyamət günü Allahın yanında şər insan, o şəxsdir ki, əllezîne yukramûne ittiqâe şərrihim. O şəxslər ki, onların şərrindən hörmət olunur. Yəni, onlardan gələn ziyana görə, onlardan gələn pisliyə görə o şəxsə hörmət olunur. Necə? Yəni, insan ona hörmət edir, o ilə yaxşı davranır, o ilə xoş söz deyir ki, ondan sənə bir ziyan gəlməsin. Var da belə insanlar, görürsən, kiməsə böhtan atır, kiməsə yalan danışır, kiminsə qeybətini eləyir, kiminsə abrına aparır. Və yaxud da ki, kiminsə haqqında kiməsə olmayan sözləri gedib çatdırır, yəni söz gəzdirənlik eləyir ki, bu insanın işi gücü insanlara, cəmiyyətə ziyan vurmaqdır, fəsad törətməkdir, şər işlərlə məşğul olmaq. Ona görə bu cür insanın şərrindən, yəni bu cür insandan gələn o ziyana görə, onun qarşısını almaq üçün o insanla gözəl davranılırsa, ona ehtiram olunursa, Allah və Resulü buyurur ki, Allah yanında o şəxs nədir? Şər adamdır. Başqa bir hədisdə Əmirəl-Müminin əleyhissalama Peyğəmbərin nəsihətlərində buyurur ki, insanların şərri o adamdır ki, axirətini dünyasına satar. Yəni, insan axirət əməllərinə, axirətinə üstünlük verməyə, axirətini bərbad eləyə, amma dünyasını abad eləyər.
Sonra buyurur ki, ondan da şər adam odur ki, öz axirətini başqasının dünyasına görə satar. Yəni, başqasının yanında hörmətli olmaq üçün, başqasının yanında gözə girmək üçün, belə deyək, lor mənada, görsən ki, axirət işlərini zay edir. Məsələn, yalandan şəriət hökmlə deyir, İslamın hökmlərini dəyişdirir. Yəni, ta ki, qarşı tərəf bundan razı olsun. Yəni, onun dünyasını abad edir, öz axirətini isə bərbad edir. Bu iki hədisdən biz onu öyrənirik ki, insan bu cür insanlardan özünü qorusun. Yəni, axirət əməllərinə üstünlük verməyən, axirətinə əhəmiyyət verməyən insandan insana xeyir gəlməz. Çünki o axirətini əgər o cür əzəmətli bir məqamı, yəni axirətin gözəlliyini əldən verirsə və ona dəyər vermirsə, yoldaşlıqda, dostluqda heç insana da dəyər verməz. İnsan özü əməli salih ola bilər. Məsələn, bəzən görsən, əməli salihdir, gözəl işlər görür, amma bunun həm söhbət olduğu, həm yoldaş olduğu, yoldaşlıq elədiyi, dostluq elədiyi insanlar şər adamlardır. İslam hədislərində biz baxırıq ki, bizə tövsiyə olunur ki, belə insanlardan da uzaq duraq. Niyə? Çünki əgər biz onların cərgəsində olmaqla onların sayının çoxluğuna yardım etmiş oluruq. İmam Muhammed Baqir əleyhissalam buyurur, La tasbahu əhləl bidə və la tucalisuhum. Bir bidət əhli ilə, yəni günah əhli ilə yoldaşlıq etməyin və onlarla oturub durmayın. Niyə? Fətəsiru indənnaz kəvahidin minhum. Çünki insanların nəzərində siz də onlardan biri hesablanarsınız. Baxmayaraq ki, siz onların etdiyi əməlləri etmirsiniz, amma onların cərgəsində olmaqla onların sayının çoxluğunu göstərirsinizsə, insanların nəzərində deyir, siz də onlardan biri olarsınız. Bəs belə bir sual meydana gələr ki, əgər biz, yəni belə deyək də, yaxşı insanlar, gözəl əməl sahibi olan insanlar, o cür insanlarla həm söhbət olmasa, yoldaşlıq eləməsə, dostluq eləməsə, bəs onları o çirkinlikdən hidayət elər, kim düz yola yönəldər. Təbii ki, buna da İmam Muhammed Baqir əleyhissalamdan nəql olunan bir hədislə cavab vermək olar. İmam buyurur ki, Lə yənbəği lil-mu'min ən yəclisə məclisən yu'səllah. Bir mümin şəxsə layiq deyil ki, elə bir məclisdə otursun ki, o məclisdə Allaha günah olunur. Yəni, bir məclis təşkil olunub, o məclis günah məclisidir. Mümin şəxsə layiq deyil ki, getsin elə bir məclisdə iştirak eləsin. İmam bir dənə də şərt qoyur ki, وَلَا يَقْدِرُ أَلَى تَغْيِيرِهِ. Əgər sən gedib orada iştirak etməklə o məclisin halını dəyişməyə qüdrətin yoxdursa, sən o məclisdə iştirak etməyin deyir, sənə layiq deyil, sənə uyğun deyil. Ona görə bu sualın da cavabını elə belə cavab verək ki, əgər sən o şər adamla yoldaşlıq etməklə onu pis əməldən çəkindirmirsənsə, onun pis əməlinə müsbət təsir edə bilmirsənsə, yəni sənin ondan uzaqlaşmağın gözəldir. Yox, əgər sən onunla yoldaşlıq etməklə, onunla həm söhbət olmaqla onu bu əməlindən çəkindirirsənsə, bəli, bu zaman onunla yoldaşlıq eləyə bilərsən. Yəni, insan bu halda gərək özünü aldatmasın ki, mən onunla yoldaşlıq edirəm, onu pis əməldən çəkindirirəm. Amma uzun müddət görsən yoldaşlıq eləyir, heç də onu pis əməldən çəkindirim. Yəni, özünü bəhanə etməsin, özünü aldatmasın. İmam Muhammed Baqir əleyhissalam atası İmam Zeynul Abidin əleyhissalamdan belə bir hədis nəql edir ki, insan kimlərlə yoldaşlıq edər, etməz bu barədə. Deyir, atam bir gün mənə dedi ki, ya bunəyyə, unzur xəmsətən fəla tusahibhum və la tuhadithum və la turafiqhum fi tariq. Deyir, əziz oğlum, 5 nəfərdən özünü qoru. Yəni, 5 nəfərə bax, diqqət elə, onlarla yoldaşlıq eləmə, onlarla söhbət eləmə, onlarla bir yola çıxma. Dedim ki, ey əzata, bəs o 5 nəfər kimdir? İmam buyurdu ki, İyyəkə və musahabətəl kəzzab. Yalancılarla yoldaşlıq etməkdən özünü qoru. Niyə? Fə innəhu bimənzilətis sərab yuqarribu ləkəl bəidə və yubaidu ləkəl qərib. Deyir, yalancı insanlarla yoldaşlıq eləməkdən özünü qoru. Niyə? Çünki onlar ilğım kimidir. Yəni, ilğım o isti havalarda ki, uzaqdan görsənir, bəzən yaxın görsənir, insan ona tərəf getdikcə uzaqlaşır. Uzağı yaxın göstərir, insan ona addımladıqca daha da uzaqlaşır.
İmam buyurur ki, yalancı insanlar bu ilğama bənzəyir. Uzağı sənə yaxın göstərər, yaxını sənə uzaq göstərər. İkinci buyurur ki, fasik insanlarla yoldaşlıq eləmə. Çünki onlar səni baiuka bi uklətin av əqallə min zəlik. Səni bir lokma çörə, bir lokma tikəyə satarlar və elə ondan azına da satarlar. Və üçüncü buyurur ki, və iyyəkə müsahibətel bəxil. Paxıl insanlarla yoldaşlıq eləmə. Çünki onlar sənin onların malına ehtiyacın olduğun zaman səni ondan əsirgərlər, yəni səni köməksiz qoyarlar. Sənin bir mala ehtiyacın olduğun zaman sən ondan bir borca pul istəyərsən, o paxıllıq imkan verməz ki, o sənə onu versin və səni ehtiyaclı edərlər, yəni o maldan məhrum edərlər. Və iyyəkə müsahibətel əhmək. Axmaq insanlarla yoldaşlıq eləməkdən çəkin. Niyə? Fə innehu yuridu ən yənfəəkə fəyədurruq. O axmaq insan yəni nə etdiyini bilmir, nə danışdığını bilmir, yəni bir növ cahildir, yəni heç nə edəcəyini bilmir, düşünmədən hərəkət edir. Bir onlar istəyər ki, sənə fayda versin, amma onlar sənə zərər verərlər. Sonra 5-ci buyurur ki, və iyyəkə və müsahibətel qati'il rəhimi. Səni qohumlarla əlaqəni kəsən şəxslərlə yoldaşlıq etməkdən çəkin. Niyə? Çünki فَإِنَّ وَجَدْتُهُ مَلْعُونًا فِي كِتَابِ اللّٰهِ عَزَّ وَجَلَّ فِي ثَلَاثِ مَوَاطِنٍ. Mən ki, Allahın kitabında qohumlarla əlaqəni kəsən şəxsin 3 yerdə lənətləndiyini gördüm. Sonra İmam Muhammed surəsi 22-23-cü ayə, Rəd surəsi 25-ci ayə, Bəqərə surəsi 27-ci ayələri oxudu ki, bu ayələrdə İmam buyurur ki, Allah qohumlarla əlaqəni kəsən şəxslər, yəni bu ayələrdə lənətlənir. Bu hədisdə də biz onu görürük ki, İmam bizə nəsihət edir, bizə tövsiyə edir ki, insan yoldaşlıq edəcəyi insanlara diqqət eləsin. Çünki bu insanlar sənə bir ziyanlardan başqa sənə bir xeyri olmaz. Bunlar sənə bir fayda verməz. Səni həm dünya, belə deyək, malından məhrum edərlər, həm də sənin axirətini zayi edərlər. Ona görə insan imanının kamilləşməsində, əməllərin gözəlləşməsində, mənəviyyatın saflaşmasında gərək ətrafında olan insanlara, oturub durduğu insanlara, həmsöhbət olduğu insanlara, yol yoldaşı olduğu insanlara diqqət eləsin. Allah tutduğumuz orucları qəbul eləsin, etdiyimiz duaları qəbul eləsin. Esselamu aleykum və rəhmətullahi